Mən Afşinə demişdim ki, Bəz qalasının xarabəsini mənə göstərsin. Son dəfə vidalaşmaq üçün. Qoy bu qardaşlıq süfrəsi başında diləyimiz, birliyimiz, azadlığımız var olsun. Eğer biz qalanı əldən verməli olsaq, mən onu öz əllərimlə yandırıram. Qoy kül Afşinə qismət olsun özünsə, dağlara qalxıb yenidən canfədaylar ordusu yaradaram. Azərbaycanımı azad görməyincə qılıncımı qınına qoymaram.